Salam, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademi Coğrafiya üzrə təlimçiyəm. Bu günləri sizin üçün hazırladığımız sertifikasiya sınağının izahına diqqət edirik. Birinci sualda qeyd olunub ki, doğru fikirləri müəyyən edin. Gotthard tunelinin yerləşdiyi ölkə əhalinin təbii artımının birinci tipinə aiddir. Gotthard tuneli İsveç ölkəsində yerləşir. Bəli, o da birinci tipə aid olmuş olacaq. Bir doğrudur. Daha sonra əhalisinin 90% şimal yarımkürəsində, 85% isə şərq yarımkürəsində yaşayır. Bu da doğru bir fikir olmuş olacaq. Koreya, Niderland. Əhalinin sıxlığı azdır, amma Bangladeşdə əhalinin sıxlığı çoxdur, yanlış olacaq. Avstraliyada əhalinin əsas hissəsi onun ərazisinin 10%-ni tutan mərkəz yox, cənub-şərq hissəsində yaşamış olacaq. Əhalinin yüksək təbii artımı, bəli, ölkədə işsizliyə, yoxsulluğa səbəb olacaq. Orta ömür müddətinin yüksək olduğu ölkələrə İtaliya, Uganda kimi ölkələrə aid edilir. Ugandada orta ömür müddəti azdır. 1, 2 və 5 doğru cavabımız olmuş olacaq. İkinci suala diqqət edək. 22 dekabr və 22 iyun tarixləri üçün oxşar xüsusiyyətləri müəyyən edin. 22 dekabrda günəş cənub tropik üzərində zenitdə olur. 22 iyunda isə şimal tropik üzərində. Maksimum və minimum düşmə bucaqları arasında fərqin ən az olduğu enlikdə düşmə bucaqları bərabər olur. Bəli, bu doğru fikirdir. Çünki bu fikir bu enlik ekvatorial enlikdir və hər ikisində ekvatoriala 66,5 dərəcə bucaq altına düşür. Qütb ulduzu ən böyük bucaq altında göründüyü enlikdə ən uzun gündüz olar. Qütb ulduzu ən böyük bucaqla 90 dərəcə şimal enliyində yerləşir. Və burada da 22 iyunda ən uzun gündüz olar. 22 dekabrda yox, yanlışdır. Azərbaycan ərazisində kölgənin istiqaməti 0 azimutla görsənir. Bəli, Azərbaycanda hər ikisində 0 azimutla, yəni şimala düşür kölgə. Çünki Azərbaycan 40 dərəcə şimal enliyində yerləşir. Günəş həmişə ondan cənubda olmuş olacaq. 3 də doğrudur. Pensekka ucqar nöqtəsi də gündüzün uzunluğu Pia ucqar nöqtəsindən daha uzun olur. Yanlışdır. Bu 22 iyun tarixinə aid olmuş olacaq. Günəşin zenitdə olduğu zenit enliyi maksimum və minimum düşmə bucaqları arasında fərqin 47 dərəcə olduğu işıqlanma quşağının sərhəddi təşkil edir. Bəli, bu işıqlanma quşağı mülayim işıqlanma quşağıdır. Bəli, mülayim işıqlanma quşağının sərhədlərindən biri tropik xəttidir. Doğrudur. Golf adasında düşmə bucaqları eyni dərəcədə olur. Golf adası Atlantik okeanında cənub hissəsində Afrika materikinə yaxınlığında yerləşir. Bəli, burada eyni dərəcədə olmaz. 22 dekabrda daha çox olar, 22 iyunda daha az olmuş olar. 1, 3, 5 doğru cavabımız olacaq. Növbəti sualımıza diqqət edirik. Respublikamızın relyef haqqında doğru olmayan fikirləri müəyyən edin. Burada deməli ərazisinin 31%-i 200.000 metr arasındakı mütləq hündürlüyə daxildir. Bəli, bu doğrudur. Ona görə götürmürük. Respublikamızda mütləq hündürlüklə nisbi hündürlük bərabərdir. Bu yanlış fikir olmuş olacaq. Fərqlidir. Ən hündür zirvəsinin yerləşdiyi rayon Qusar rayondur. O da Rusiya ilə sərhəddə yerləşir. Bu doğrudur. Ərazinin 27%-i 1000 metrdən aşağı yox, 1000 metrdən yüksək ərazilərdir. Bunu götürəcəyik, yəni yanlış olaraq. Acnohur düzü Xocaşen və Daşüz silsilələrinin arasında yerləşir. Doğrudur. Yaşma düzü ön Qafqaz zonasına yox, Böyük Qafqaz tektonik zonasına aid olmuş olacaq. 2, 4, 6 doğru cavabımızdır. Şəkillərin aid olduğu xüsusiyyətləri müəyyən edin. Burada Perim Trias 1, Yura 2, Təbaşir 3, daha doğrusu Paleozoy erasıdır bu. Trias, Yura, Təbaşir və Antropogen dövrü olmuş olacaq. Gəlin diqqət edək. Bu dövrə aid olan süxurlar Respublikamızda əsasən yüksək dağlıqda yayılmışdır. Təbii ki, bu hansı olacaq? 4-cü bir dəqiqə. 3-cü olacaq. Çünki Yura dövrünə aid olmuş olacaq. Bu dövrdə Pangeya materiki Labrasiya və Gondwana hissələrinə parçalandı. Bu birinciyə aid olmuş olacaq. Daha sonra ilk insana bənzər meymunların yaranması, neftin 80%-dən çoxunun yaranması bu 5-ə aid olmuş olacaq. Kaynazoydur. Bu dövrün bir hissəsində Hertzin, bir hissəsində isə 2000 dalamına gəlmə mərhələsi yaranmışdır. Bu 2-yə aid olmuş olacaq. Çünki burada həm Paleozoy, həm də Mezozoyun dövrləri var. Bir də ki, bu dövrün süxurları Respublikamızda orta dağlıq ərazilərdə yayılmışdır. Bu da ki, Təbaşir dövrünə aid olmuş olacaq. 1B, 2D, 3A, 4Y, 5C, C, B variantı olmuş olacaq. A'dan B'yə doğru axan çayın 2000 km olduğunu bilərək çayın meyilliyini tapın.
Baxıram ki, B nöqtəmiz 760 mm civə sütunu, A nöqtəmiz 680 mm civə sütunu. Bunlar arasında birinci bir fərqi tapaq. Eləcək nə qədər 760-dan 680 çıxsam 80 mm civə sütunu. Mən 80 mm civə sütunu metrə çevirmək üçün nə edirdim həmişə? Vururdum ona. 800 metr cavabımız olmuş olacaq. İndi meyli tapanda biz nə edirdik? Hündürlük bölünsün uzunluğa. Bu da təbii ki olacaq. Cavabımız 0,4 metr bölünmüş kilometre. E variantımız doğrudur. Orta doluqluğa malik olan dünya okeanından 8500 litr su alınır. Neçə kiloqram duz alır? Demək olar. 8500 litr su nə qədərdir? 8,5 kiloqram. 8,5 kiloqram X promil götürəcəyik. 1 kiloqram da nə götürəcəyik? 35. Çünki bizdə orta duzluluq istəyib buradan. Buradan da X-imiz nə olacaq? X-imiz olacaq 297,5 kiloqram. Ölkələrin inkişaf səviyyəsinə görə ayrılması zamanı nəzərə alınan amillər. Təbii ehtiyatların təminat səviyyəsi yanlışdır. Kənd əhalisinin sayı və sıxlığı yanlışdır. Hər nəfərə düşən ümumdaxil məhsul doğrudur. Torpaq və meşə ehtiyatları ilə zənginlik. Bu da yanlışdır. Əhalinin həyat səviyyəsinin keyfiyyəti və sərfətdə sənayenin aparıcı yeri. Bəli, bunlar doğru olmuş olacaq. Yəni əhali nə qədər çox inkişaf edirsə, bu qədər inkişaf etmiş ölkə olmuş olacaq. Yaranma ardıcıllığına görə qədimdən cavana doğru düzməliyik. Biz bilirik ki, inkişaf mərhələləri geoloji və deməli, geoloji və planetar eralara bölünmüş olacaq. Ona görə ilk öncə yaranır nüvə, daha sonra yaranmışdır mantia, sonra ilkin bazalt tipli yer qabığı, sonra atmosfer, daha sonra hidrosfer, sonra litosfer və biosfer olmuş olacaq. 3, 6, 2, 4, 1, 5 olmuş olacaq B variantı. Mülayim işıqlanma qurşağında yerləşən vulkanları müəyyən edin. Burada Reyner vulkanıdır. Daha sonra Bardarbunga vulkanı və Tayda vulkanı olmuş olacaq. Bunlar mülayim işıqlanma qurşağındadır. Ureis tropikdədir. Erebus işıqlanma qurşağında, Kerensiya tropikdə olmuş olacaq. 3-cü saat qurşağının şərq sərhəddi 70 şərq uzunluğuna uyğun gəlir. Deməli, 3-cü saat qurşağının şərq sərhəddi 70-dirsə, deməli 4-cü saat qurşağında qərb sərhəddi nədir? O da 70 şərq uzunluğudur. İndi mən nə edəcəm? Bakı ilə Madrid şəhəri arasında yerli vaxt fərqini tapacağam. İndi 70 şərq uzunluğu 3 ilə 4-ün sərhəddini təşkil edirsə, 3 ilə 4-ü toplayacağam, böləcəm 2-yə, edəcək 3,5. Və mən 70-i bölməliyəm 3,5-ə ki, nəyi tapım? Tapım yer kürəsinin öz ətrafında 1 saatda fırlanma dərəcəsini eləyəcək 20. Deməli, indi yer kürəsi 1 saatda 20 dərəcə dövr edir. Yəni ki, bu nə deməkdir? 60 dəqiqəmiz 20 dərəcədir. 1 dərəcəmiz nə qədərdir? 3 dəqiqə olmuş olacaq. İndi Bakı şəhəri yerləşir 50 şərq uzunluğunda, Madrid şəhəri də yerləşir 4 qərb uzunluğunda. İndi 50 fərqli yarımkürələr olduğu üçün toplayacaq edəcək 54 dərəcə. 54 dərəcəni mən böləcəm onu 20-yə. Düşəcək 2 dəfə 40. Qalacaq 14 və 14 də nəyə vuracam? 3-ə vurmalıyam da. Çünki 1 dərəcəmiz 3 dəqiqədir axı. O da edəcək 2 saat 42 dəqiqə. Cavab variantımız B variantı olmuş olacaq. Növbəti sualımıza baxırıq. Xarici ölkə ilə sərhəddə olmayan inzibati rayonları müəyyən edin. Xarici ölkə Sabirabaddır, sərhəddə olmayan. Daha sonra Lənkərandır, sərhəddə yoxdur. Bir də ki, Quba rayonudur, sərhəddə yoxdur. 1, 3, 4 doğru cavab. Düzgün fikirləri müəyyən edək. 12-ci sualda. Deyir ki, Azərbaycanda əhalinin 76% düzən və dağətəyi ərazilərdə yaşayır. Doğru fikirdir. Azərbaycanda şəhər əhalisinin payı yüksəkdir və urbanizasiya səviyyəsi 50%-dən aşağı deyil, yüksəkdir. Quba, Qusar, Xaçmaz kimi inzibati rayonlarda əhalinin tərkibi müxtəlifdir. Bəli, doğrudur. Hal-hazırda Azərbaycanda qadınların sayı kişilərin sayından çoxdur.
azdır daha doğrusu deyir. Bu yanlış ifadədir. Cənub-Qərbi Asiya ölkələri əsasən əhalinin sayının artırılması siyasətini həyata keçirir. Doğrudur. Monqolistan, Ekvador kimi ölkələrdə qadınların sayı kişilərin sayından çox üstün deyil, bərabərdir. 1, 3, 5 doğru cavabımız olacaq. Nisbi rütubətli artdıqca mütləq rütubətli azalar, yanlışdır, artar. Musson iqlim tipində yerləşən çaylar əsasən yayda bol olur, doğrudur. Dünyanın ən uzun çayı Nil çayıdır. Şimal istiqamətində axır, Qırmızı dənizə tökülmür, Aralıq dənizinə tökülür. Yeni Zelandiya adası Hind, Avstraliya və Sakit Okean atmosfer havalarının konvergent sərhəddində yerləşmiş olacaq. Doğru fikirdir. Qırmızı dəniz sahəsi böyüyən okeanda, sahəsi böyüyən dənizlərə aid edilir. Bu da doğru fikir olmuş olacaq. Şimali Amerika tavası yalnız qərb sərhəddi deyil, eyni zamanda şərq sərhəddi də görsəkinlər olacaq. 2, 4, 5 doğru cavabdır. Yəni Şimali Amerika litosfer tavası deyəndə onun qərbi şərqi də nə olmuş olacaq? Görsəkinlər olacaq. Günəş 5 dərəcə cənub enliyində zenitdə olarsa, bu zaman günəş şüalarının 80 dərəcə bucaq altına düşdüyü məntəqələr arasında məsafə 1 bölünsün 50 milyon miqyaslı xəritə neçə santimetr olur? Günəş baxın 5 dərəcə cənub enliyində zenitdədir, düzdür? 80 dərəcə bucaq altında ondan 10 dərəcə cənuba, 10 dərəcə də şimala düşməlidir, düzdürmü? Ona görə 10 dərəcə cənuba hara düşür? 15 cənub enliyinə. Bəs 10 dərəcə şimala hara gedir? 5 şimal enliyinə. Deməli, günəş 5 dərəcə cənub enliyində zenitdədirsə, 10 dərəcə şimalda, yəni 5 şimal enliyinə və 15 cənub enliyinə eyni bucaqla düşəcək. Bunlar arasında fərqimiz nə qədərdir? 20 dərəcədir. Yəni 20 dərəcənin birini çevirməliyəm kilometrə, 20-ni vurmalıyam 111-ə. Əldə edəcək 2220 kilometr və 2220 kilometrdə mən nəyə bölməliyəm? Bu bizim həqiqi məsafəmizdir. Miqyasımızın kəmiyyətinə, yəni 500-ə ödə etməlidir 4,44 cm. Şimal istiqamətində axan çayları müəyyən edin. Makkenzi çayı, Lena çayı və Magdalena çayı şimal istiqamətində axan çaylara aid edilir. Doğru fikirləri müəyyən edin. Qeyd olunub ki, İnkişaf etmiş ölkələr əsasən hazır məhsullar ixrac edir, doğrudur. Yamayka, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri boksit hasil edir, yanlışdır. Birləşmiş Ərəb Əmirliklərində yoxdur. Alüminium istehsalına görə Norveç, Kanada, Yaponiya birinci yer tutur, yəni seçilir, doğrudur. Əlvan metallurgiya mərkəzləri ucuz elektrik enerji mənbələrinə meyl edirlər, doğrudur. Danimarka, Niderlandda yanacaq energetika balansında qeys yox, keyslər daha çox yer tutur. Qalay və Alfaram quşağı Ant dağlarında yerləşir, yox, Cənub-Şərqi Asiyada yerləşir. 1, 3, 4 doğru cavabdır. Növbət sualımıza diqqət edək. Növbət sualımız haradadır? Türk dünyasına aid olan düzgün fikirləri müəyyən edin. Baxın, Türk dünyasının deyir çayları 4 hövzəyə aiddir. Doğrudur. Daxili axarsı, Sakit Okean, Şimal Buzlu, Atlantik Okean. Yakutiyada mülayim və subtropik iqlim qurşaqları hakimdir. Yanlış olacaq. Başqırtıstan ərazisində enli yarpaqlı və qarışıq meşələr təbii zonası yayılmışdır. Doğru fikirdir. Karaimlər, Özbəklər Türk dil qrupunun Uyğur qoluna aid olunur. Yanlış fikirdir. Sintisyan Uyğur və Azərbaycanda bəli tütünçülük inkişaf etmişdir. Doğrudur. Xakasiya, Çuvaşistan, Sibir regionunda yerləşən Türk dövlət qurumudur. Bu da yanlışdır. 1, 3, 5 doğru cavabımız olacaq. Şəkildə əsasən düzgün fikirləri müəyyən edin. Birinci çay görürsünüzmü tənzimlənməmiş çaydır, amma ikinci çay tənzimlənmiş çay aid olmuş olacaq. Deyir, birinci çayın yerləşdiyi iqlim qurşağının yağıntıları əsasən may-iyun aylarında düşəcək. Bəli, həmin aylarda bol suludur. İkinci çayın üzərində su anbarları yerləşə bilər. Doğrudur, yerləşir. Daha sonra hər iki çayın səviyyəsi eyni olmaqla yanaşı üzərlərində seyslər yerləşir. Eyni deyil çayın səviyyələri, yanlışdır. İkinci çay tənzimlənmiş çay, birinci çay isə tənzimlənməmiş çaydır. Doğru fikirdir. Hər iki çay tənzimlənməmiş çay hesab olunur, yanlışdır. Hər iki çayda suyun səviyyəsi eynidir, yanlışdır. 1, 2, 4 doğru cavabımız olacaq. Gərzəkli, doğru sıralı müəyyən edin. Gərzəkli meyvəsi deyir, yay quraq keçən mülayim isti iqlim, Şəki Zaqatala. Yay quraq keçən mülayim isti iqlim deyil, orada qışı quraq keçən mülayim isti iqlimdir, yanlışdır. Sitrus meyvəsiliyi, bəli, yay quraq keçən mülayim isti iqlim Lənkəran asıları, doğrudur. Quru subtropik, yarımsəhra və quruçöl mərkəz aranı, doğrudur. Cənub meyvəsiliyi, yarımsəhra və quruçöl Abşeron, doğrudur. Tumlu mülayim isti Qazaq Tovuzu, yanlışdır. Çərdəkli mülayim isti iqlim Naxçıvan, yanlışdır. Naxçıvanda mülayim isti iqlim yoxdur.
20-ci sualda doğru olmayan sıranı müəyyən edin. Burada olacaq. Dil yüksək inkişaf etmiş rayonlar, elm tutumlu sahələr üstünlük təşkil edir. İtaliyanın cənubu, Fransanın qərbi. Bu yanlışdır. İtaliyanın cənubu, Fransanın qərbi köhnə aqrar rayonlardır. Götürəcəyik. Aqrar rayonlar kənd təsərrüfatı üstünlük təşkil edir. İspaniyanın mərkəzi. Bu doğrudur. Götürmürük. Yeni mənimsənilmiş rayonlar ekstremal şəraitə malik olan ərazilərdir. Ural, Volqaboy. Bu yanlışdır. Ural, Volqaboy köhnə sənaye rayonlarıdır. Köhnə sənaye rayonları ənənəvi sənaye sahələri üstünlük təşkil edir. Bəli, Abbalat Sarda köhnə sənaye rayonlarına aiddir. Bir üç doğru olmayan ifadələrdir. Uyğunluğu müəyyən edin. Yağıntılara əsasən yayda düşür. Mülayim mussonun yağıntıları yayda düşmüş olacaq. Tasmaniya, Yeni Zelandiya adalarının bir hissəsindən əhatə edir. Bərabər rütubətli subtropik. Yaşılırmaq çayının hövzəsində yerləşir. Aralıq dəniz iqlim. Qışda temperatur mənfiyə düşür. Mülayim musson. Çolyarpaqlı həmişəyaşıl meşə və kolluqlar yayılmışdır. Aralıq dənizi. 1C, 2AD, 3B. Doğru uyğunluğu müəyyən edin. Bardarbunqa vulkanı, Almaniya, Polşa, Elbrus zirvəsi. Bu doğru deyil, yanlışdır. Elbrus zirvəsi Orta Avropa deyil. Skandinaviya yarımadası, Qafqaz dağları. Skandinaviya yarımadası Şimali Avropaya, bəli, Qafqaz dağları Şərqi Avropaya, Orta Avropa İrlandiya adası doğrudur. Postol mağarası Şimali Avropada deyil, yanlışdır. Sloveniya ərazisində yerləşir. Qalxapikin dağı, bəli, Skandinaviyada yerləşir, Şimali Avropadır. Krım dağları Şərqi Avropa, Gerlaxovski Karpat dağlarında Orta Avropadır. İslandiya adası Şimali Avropadır. Elbrus zirvəsi, bəli, Şərqi Avropa. Böyük Britaniya adası Orta Avropadır. Grenlandiya adası Şimali Avropa deyil, yanlışdır. Bu Şimali Avropaya aid deyil. 2, 4, 5 doğrudur. Bağın sahəsi bir bölünsün 400 min miqyaslı xəttdə 8 bütöv paletka ilə qalmasına uyğun gəlir. Bağın həqiqi sahəsini müəyyən edin. 8 bütöv bir paletkanın sahəsi 0,25 kvadrat santimetrdir. Ona görə mən 8 bütöv tapmaq üçün onu vurmalıyam. 8 eləyəcək 2. 2 etmiş oldu. Düzdürmü? İndi mən həqiqi sahəni hesablamaq üçün nə etməliyəm? Miqyasın kəmiyyətinin kvadratı. 4-ün kvadratı olan 16-nı vurmalıyam nəyə? 2-yə. Yəni xəttdəki sahəyə. O da edəcək 32 kvadrat kilometr. Xəttdə işarələnmiş federativ ölkələri müəyyən edin. ABŞ 1, Argentina 3 və Almaniya 5. 1, 3, 5 doğru olmuş olacaq. Balxaş gölünün yerləşdiyi ölkə Qazaxıstandır. Aid olan fikirləri müəyyən edin. Sərhəddə olan ən böyük dövlət federativ inzibati ərazi quruluşa malikdir. Rusiyadır, doğrudur. Bu dövlət 2 qitədə yerləşir, amma bir materikdə yerləşir. Sərhədində yerləşən dövlətlərdən biri inkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna aiddir. Çin, doğrudur. Sərhədində yerləşən dövlətlərdən heç biri monarxiya dövlətləri deyil, doğrudur. Yerləşdiyi qitənin sahələrinin 3 okean suları yumur, 4 okean suları yuyur və 4 yarımkürədə yerləşir. Yerləşdiyi materikdə federativ unitar dövləti yoxdur, mövcuddur. 1, 3, 4 doğru cavabımız olacaq. Doğru uyğunluğu müəyyən edin. Çay eksogen qüvvədir. Yaradıcı relyef forması delta. Bəli. Dağıcı relyef forması şəlalə, meandr və s. bunlardır. Külək yaradıcı da şahid dağ olmaz, şahid dağ dağıdıcıdır. Dalğa yaradıcıdır, abrazyon düzənlikdir. Dağıtıcı laqondur, yanlışdır. Əksinə, abrazyon dağıtıcıdır. Yeraltı sular travertin yaradır, bəli, Karskifin dağıdır, doğrudur. Buzlaqlar moran tirələrini yaradır, karlar çıxar, dağıtıcıdır, doğru. Çaylar meandr yaradıcıdır, kanyonlar dağıtıcıdır, bu da yanlışdır, meandr da dağıtıcıdır. 1, 4, 5 doğru olmuş olacaq. 27-ci suala baxırıq. Müvafiq olaraq 1, 4, 3, 2 ölkələrini müəyyən edin. 1 olacaq Mar, 4-cü ölkə olacaq Qana, 3-cü ölkə Kotdiyar, 2-ci ölkə isə Botsvana ölkələri olmuş olacaq. Deməli, Mar, Qana, B variantı doğrudur. Milli etnik əlamətlərinə görə federativ inzibati ərazi quruluşuna malik olan dövlətləri müəyyən edin. Rusiya, Hindistan, Nigeriya dövlətləri milli etnik əlamətlərinə görə federativdir. Respublikamızda qeyri-fiziki yataqları müəyyən edək. Ağdağ, Hacıbəlli, Toğanalı və Ağcakənd.
1, 4, 5, 7. Coğrafi koordinatları 42 şimal enliyi, 91 qərb uzunluğu, 42 cənub enliyi, 53 şərq uzunluğu B məntəqəsində yerli və qurşaq vaxt fərqi müəyyən etməliyik. Baxın, biri 91 qərbdə yerləşir, biri isə 53 şərqdə yerləşir. 91 qərbi də 53 şərqi də ayrı-ayrılıqda 15-ə bölüb toplasam, tapacam qurşaq vaxtını. Bir yerdə onların dərəcələrini toplayıb 15-ə bölsəm, tapacam nəyi? Yerli vaxt. İndi 91-i 15-ə bölsəm nə düşəcək? 6 düşəcək. 53-ü 15-ə bölsəm nə düşəcək? Deməli, 53-ü yəni 15-ə bölə 3 dəfə düşəcək. 45. Qalığımız da nə qalır? 8 qalır. Üzərinə 1 gəlir bizim 4. Düzdürmü? Biri 6, biri 4. Nə elədi cəmi? 10 saat qurşaq vaxt verir. Şimdi yerli vaxt fərqini necə hesablayacağım? 53 ilə 91-i toplayacağım. Eləyəcək 144 dərəcə səhv etmirəmsə. İndi onu böləcəm 15-ə. Eləyəcək nə qədər? 8, 9 dəfə 135 eləmiş olacaq. Buradan da 9 qalığımız qalır. İndi 9-u da 4-ə vuracam, 36 edəcək. 9 saat 36 dəqiqə bunun nədir? Yerli vaxt fərqi olmuş olacaq. İndi qurşaq vaxt fərqi oldu 10 saat, yerli vaxt fərqi də oldu 9 saat 36 dəqiqə. Doğru olmayan fikirləri müəyyən edin materiklərdə. Piyay burnu yerləşən ölkə Untar ölkəsidir. Doğru deyil, bu monarxiyadır. Qayalı dağlar şərqi Kordilera, Kaskad dağlar isə qərbi Kordilera aiddir. Doğrudur. Təkləməkan səhrası Kulmun səhra dağlarının şimalında yerləşir. Doğrudur. Afrikanın cənub ucqar nöqtələri Avstraliyanın cənub ucqar nöqtəsindən daha cənubdadır. Yanlışdır. Afrika litosfer havası şimal-şərq istiqamətində hərəkət edir. Doğrudur. Cənubi Amerika materikində denudasiyon düzənliyi mövcud deyil var. 1, 4, 6 doğru cavabımız olacaq. Atlantik okeanına aid olan körfəzləri şimaldan cənuba doğru düzsək, xəritədə mütləq şəkildə bunların yerini diqqət etməlisiniz. Botnik körfəzi, Biskay, Meksika və Qvineya körfəzləri şimaldan cənuba doğru düzülmüş körfəzdir. Roman dil qrupuna aid olan əlamətlər müəyyənini Hind-Avropa dil ailəsinə məxsus. Doğrudur. Rus, Bolqar, polyak dilləri daxildir. Yanlışdır. Latin Amerikasının əksər xalqları bu dil qrupuna aiddir. Doğrudur. Yalnız qərb yarımkürəsində yayılmışdır. Yanlışdır. Amma İspan, Portugal, İtalyan dilləri aiddir. Doğrudur. 1, 3, 5 doğru cavabımız olacaq. Ölkə əhalinin sayı 72,5 milyon. Daha sonra təbii artım isə hər 1000 nəfərə 14 nəfərdir. Mexanik hərəkət nəticəsində 75 min nəfər azalmışdır. İndi gəlin baxaq. Deməli 72,5 milyona x götürürük. 1000 nəfərə nə götürürük? 14. Görək təbii artımımız nə qədər olur? Burada test kalkulatordan mən istifadə etməliyəm. Elə siz də istifadə edə bilərsiniz. 72 milyon 500 min vurulsa deməli 14-ə bölünsün nəyə? 1000-ə. Elədi 1 milyon 15 min. 1 milyon 15 min. Aydındır mı? İndi onun 75 min nəfərini inib azalıb. Mexaniki artım. Yəni çıxıb gedibdə ölkədən. Yerdə qalaq nə qədər? 940 min. İndi bu formada deyir davam eləsə 2021-ci ildə ölkə əhalisi sayıda. Baxın 2021-dən 2016 il arasında neçə il fərq var? Təbii ki 5 il fərq var. Hər il bax bu qədər artıb olur. 940 min. İndi 940 min vurmalıyam 5-ə eləyəcək 4 milyon 700 min. Yəni 4,7 milyon. 72,5 milyon üzərində 4,7 milyon gəlməliyəm. Çünki həmin illər ərzində deyilib artıb da. O deyəcək 77,2 milyon. Düzgün verilmiş ifadələri müəyyən edin. Zəfər zirvəsi Murovdağ silsiləsində yerləşmir, yanlışdır. Baş Qafqazda yerləşir. Zəfər yolunu keçdiyi inzibati rayonların heç biri sərhəd deyil Ermənistandan. Doğrudur. Çünki bunlar Füzuli, Xocalı, Xocavənd, Şuşa rayonlarından keçir. Sərhəd deyil. Zəfər yolunun təməli prezidentin işğaldan azad edilmiş Lənkəran və Qubadlı rayonlarına yox, Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı olub, yanlışdır. Zəfər yolunu keçdiyi inzibati rayonlardan biri Xocavənddir. Doğrudur. Zəfər yolunu keçdiyi inzibati rayonlardan biri Ordubad rayonudur. Yanlışdır. Zəfər yolu ilə gedərək ən son bayrağımız sancdığımız məntəqə Şuşa şəhəridir. Bu da doğru olmuş oldu. 2, 4, 6 doğru cavabdır. Variantlardan biri ritmikli proses aiddir. Zəlzələ. Doğru olmayan sıranı müəyyən edin.
Çeçen adası deyir Rusiyanındır. Doğrudur. Çeçen adası həqiqətən də Rusiyanındır. Qazax körfəzi Azərbaycan deyil, yanlışdır. Qızlar körfəzi Rusiyanındır, doğrudur. Oğuz adası Qazaxıstan deyil, yanlışdır. Miyanqala İrandadır, doğrudur. Kulal adası Türkmenistan'da deyil, yanlışdır. Qazaxıstandadır. 2, 4, 6 doğru cavabımız olacaq. Məcradan kənar olan su anbarlarını müəyyən edin. Həmin su anbarları təbii ki olacaq. Deməli, Xanbulançay, Nohur Qışlaq və Ceyranbatan su anbarları. 2, 3, 5 doğru cavabımız. Doğru fikirləri müəyyən edin. Saqqızağacı meşələri üzərində Xaçın çayı dərəsində yayılmışdır. Doğrudur. Azərbaycanda interazalan landşaft yüksək dağlıq yox, əsasən düzənliklərdə yayılıb. Qazax rayonunda yerləşən Qarayazı qorusu Aksaray rayonunda yerləşir, yanlışdır. Qaragöl Milli Parkı və Laçında yerləşəcək. Kürdağ ərazisi çökəkliyi vilayətində yalnız bir fiziki coğrafi vilayət, xarici ölkədə həmsərhəd deyil. Doğrudur. Küdrü Şirvan. Azərbaycanda dağ meşə torpaqları 2000-3000 metr yüksəkliklər arasında yayılmışdır. Yanlışdır. 2000-ə qədərdir. 2, 4 və 5 doğru cavabımız. Dünya nəqliyyatında yükdaşımaya görə azalan sıra birinci yerdə olacaq dəniz nəqliyyatı, ikinci yerdə olacaq avtomobil, daha sonra boru kəmər, sonra dəmir yolu, hava, sonra isə çay. 6, 2, 5, 4, 3, 1. 3, 1'i daha doğrusu. Çay, sonra hava. D variantı. Daha sonra burada sxema əsasən cavan çuxurlar bilirsiniz ki, əsasən litosfer havaların sərhədində yerləşəcək. 1, 3 və 6 doğru cavabımız olacaq. Hansı paytaxt şəhərlər Araq dənizi iqlim tipində yerləşir? İstanbul paytaxt deyil, Afina, Roma və Tunis. Afina Yunanistanın, Roma İtaliyanın, Tunis Tunisin paytaxtıdır. 2, 3 və 4 doğru cavabımız olacaq. Kömür ixrac eləyir, yadınıza saxlayın. Avstraliya, Car və Rusiya. İdxal eləyir hara? Braziliya və Fransa. 1 A, B, D, 2 də C, Y olmalıdır. 45-ci suala diqqət eləyirik. 45-ci sualda qeyd olunub. Təbiətdə suyu bir halda digər halda keçməsi, bəli, səbəbdir. Nəticədə böyük və kiçik su dövranı yaranmış olacaq. Rütubətin paylanması fiziki aşırılar. Fiziki aşırıda rütubət olmaz, yanlışdır. Yeri daxil enerjisi orxoskulptur relyef forması yanlışdır. Orxoskulptur eksogendir. Qida zənciri ilə üzvü maddələrin dövranı bioloji dövranı baş verir. Bu doğrudur. Yerin öz ətrafında fırlanması bəli, qabarma çəkilməni yarada bilir. Çünki orada cazibə qüvvəsi yaranır. 1, 4, 5 doğru cavabımız olacaq. Çay şəbəki sıxlığının yüksək olduğu ərazi haqqında hansı fikirlər söyləmək olmaz? Yağıntılar fəsillər üzrə paylanmışdır. Onlar rütubətli əmsalının qiyməti azdır. Bu olmaz. Yağıntıların miqdarı buxarlanmadan az fərqlənir. Ola bilər. Havanın nisbi rütubətliliyi yüksəkdir. Olar. Fiziki aşınma prosesləri intensiv gedir. Yanlışdır. Çöllər və cod yarpaqlı həmişəyaşıl meşələr yayılmışdır. Yanlışdır. Burada rütubətlənmə əmsalı vahiddən kiçikdir. 2, 5, 6 doğru cavabımız olacaq. Oroqrafi inversiya əsasən dağ zirvəsindəki havanın dəriyə, dərədəki isti havanın yuxarıya qalxmasıdır. Radiasiya inversiyası yaranmasının əsas səbəbi gecə effektiv şüalanma yolu ilə torpaq soyuyur. Advektiv isə isti və soyuq hava kütlələri qarşılaşır və soyuq hava kütləsi aşağı inir, isti hava kütləsi isə yuxarı qalxır. 1C, 2A, 3B olmuş olacaq. Deməli 1C, 2A, 3D, B, C variantıdır. Növbəti sualımıza diqqət edirik. Car, Argentina, Meksika və ABŞ üçün ümumi əkinçilik qarğıdalı olmuş olacaq. Yadımızda saxlayaq. Kartoqrafi tədqiqat metodu hansı təhlil vasitələrlə aparılır? Təbii ki, vizual, kartometrik və qrafik təhlillə aparılmış olacaq. Şimal meşə qurşağında yerləşməyən ölkələri müəyyən edin. Bunlar isə Braziliya və Hindistan əsasən cənub meşə qurşağına düşmüş olacaqlar. Bu formada. Bugünkü videomuzda bu qədər. Sağ olun. Gələn videolarımızda görüşənədək.